Salam kanalımın dəyərli xanımları. Bugün vlogu Özbək mağazininə gedərkən başlatdım. Gedirdim qızımı məktəbə aparmağa. Gedərkən də yoldaşımın nənəsinə dedim ki, geyin gedirik Özbək mağazininə. Yoldaşımın nənəsi Özbək mağazininə getmək istəyəndə hər zaman Razində olana gedirdi. Bilmirdi ki, Məştəqada da var. Apardım, o da mən də 1-2 paltar aldıq, gəldik. Bunu buradan qeyd etmək istəyirəm ki, hər kəs deyir ki, Özbək mağazinində paltarlar ucuzdur. Məncə bu yanlış fikirdir. Paltarın kiloqramını qoyurlar 30-35 manatdan və bir lasin götürürsüz, bu eləyir 7-8 manat. Halbuki mən o lasini hansısa bir mağazindən 5-6 manata da əldə eləyə bilərəm. Baxdım ki, heç də ucuz deyil, tam əksinə bahadır. Məsələn, yoldaşımın nənəsi bir qalın lasina götürdü. O lasinə ya 16 manat, ya 17 manat pul ödədi. Amma mən o lasinanı Məştəqada Xəyal bazarında 5-6 manata görmüşəm. Sadəcə olaraq evə gələndən sonra bildim ki, o lasinanı 16-17 manata alır. Başım tamirlana qarışmışdı deyənə orada nənəyə fikir verə bilmədim. Amma mən səbətdən 2 kofta götürdüm. Koftalar çəkiyə daxil deyildi. Qiyməti də 1 manat idi. Və bir də tamirlana pinjama götürdüm. Pinjamadakı 8 manat idi. Düşünürəm ki, hər bir mağazində də onun qiyməti belədir. Siz xanımlar, mən mağazinləri gəzməyi xoşlayan insanam. Bu səbəbdən də nəyin qiyməti neçəyədirsə mən artıq təxmin edirəm. Ona görə də seçdiyim paltarları götürdüm. Bildim ki, qiyməti münasibdir. Məsələn, nənənin lasinası kimi baha olmuş olsaydı, mən onu heç vaxt almazdım. Materialı isə həqiqətən də bir çoxlarının pambığı idi. Məsələn, mənim kimi allergiyası olan insanlar bu paltarlardan rahat istifadə edə bilər. Çünki çoxsu 100% pambığı idi. Mən oturum. Deyir otur da. Sən oturdun. Gəlin otur. Olmaz həmin yolunu kəsirsən. Oturdu da deyir. Sen de sosyal misin ya? Gözlə. Başım sürmə. Sonra sən şu başım sürən yer. Olmaz. Sonra əli döyəcək. Baxın xanımlar, bu koftaların birini 1 manata aldım. Birini qızım üçün, birini isə özüm üçün aldım. Materialı super, qiyməti də əla. Düşünə bilərsiniz ki, mən bunu evdə geyinmək üçün almışam. Düzdür, evdə də geyinə bilərəm, harasa gedəndə də. Rəngi çox xoşuma gəldi. Düşündüm ki, mən bunu almalıyam, çünki pencəklərin altından geyinəndə qəşəng kombin olar. Bu isə uşaq üçün pinjamadır. Bunun qiyməti 8 manat idi. Materialı çox qəşəng idi, təmiz pambıqdır. Və bunları yığışdırıram. Gələrkən balıq almışam. Balığı da sizinlə birlikdə doğrayım, bişirim. Eyni zamanda aş da bişirməliyəm və tort da bişirməliyəm. 2 yeməyi bir arada bişirəcəm ki, sabah yemək bişirməyim. Bəzən məndə belə olur, hətta 3-4 yeməyi birdən bişirirəm. Sonra 2 gün yemək bişirmirəm. Bu da mənim üçün pratik olur.
Demək xanımlar, düyünün suyunu qoydum qaynamağa. Digər tərəfdə isə fileni qoydum qaynamağa və marazinikdə hazır bişmiş noxudum da var. Demək xanımlar, təzə bir aş bişirmə növünü öyrənmişəm. Mənim qarşıma internetdə çıxmışdı. Özü də ki, dəhşət ac vaxtında. Mənim də ki, ən çox acıdığım vaxt gecə saat 2-3 olur. Və bu yemək qarşıma çıxdı. O qədər istədim ki, bunu yemək. Səhərsi gün getdim, aldım, gətirdim, dərhal bişirdim. Çox bəyəndim, çox dadlı olmuşdu. Və o bitən kimi dedim yenə bişirim. Bu dəfə sizinlə birlikdə. Artıq əminəm ki, dadı yaxşıdır, sizə də məsləhət görürəm. Deməli xanımlar, adi düyünü necə süzürüksə, o cür süzdüm və düyü bişəndən sonra süzdüm, üzərinə didilmiş filə qatdım. Təbii ki, filə bişmiş olmalıdır. Sonra üzərinə bişmiş noxud əlavə elədim və üzərinə yağ gəzdirib qoydum dəmə. İnanın ki, o qədər gözəl idi ki, istədim ki, bu dəfə də sizinlə birlikdə edim, siz də baxasınız, mütləq bişirəsiniz. Balığın da ki, xanımlar, yarısını qızartdım, yarısını da qoydum marazinika. Tamirlan bu balığı çox xoşlayır. Nə olar ki, yalnız onun üçün qızardıram. Balıqlar bişənə kimi düyü də bişdi. Düyünü süzüb sonra keçəcəm sinə ətini didməyə. Bilirsiniz xanımlar, mənim ən sevdiyim yemək aşdır. Hara gedirəmsə öncə süfrədə aşa baxıram. Amma aşda istədiyim kimi olmalıdır. İki ilə alınan düylərdən xoşum gəlmir, çünki onların ətri olmur. Ya kisədə olandan alıram, ya da ki qabda olandan. Ən çox ətirli olan düyü də ki mənə görə sultandır. Düzdür, tamaşa da yaxşıdır, amma mənim ən sevdiyim sultandır. Təbii ki, bu sultanın reklamı deyil, hər zaman alıb istifadə edirəm. Adından, ətrindən əminəm, sizə də məsləhət görürəm. Görürsüz xanımlar, öncə düyünü əlavə edirəm qazana, sonra üzərinə noxud və didilmiş sinə ətini. Xanımlar, bu aşdan siz də bişirin. İnanın ki, o qədər dadlı olur ki, təsəvvür edin ki, 1-2 gündür bitib, mən yenisini bişirirəm. Xanımlar, mənim kojlarım artıq gecədən hazır idi. Amma evdə zquşonlu yox idi deyənə gözlədim ki, Leylanı məktəbə aparanda alaram, sonra tortu yekunlaşdıraram. Beləliklə mənə daha asan oldu. Çox yorulmamış oldum. Çünki medovu tortun kojlarını bişirmək adamı hədsiz yorur. 5-6 koj olur və onu ayrı-ayrılıqda bişirməlisən. Buna görə də elə gecədən bişirmək daha məntiqli imiş. Tezbazar kremi də düzəltdim, çəkdim kojlara və tort da hazır oldu. Əslində biskvit tort çox asandır. Kütləni əlavə edirsiniz
qaba və özü bişir. Amma təəssüflər olsun ki, mən biskvit tortu qətiyyən xoşlamıram. Harda çətin yeməklər var, mən onu xoşlayaram. Və xanımlar, kojun kənarlarını saxlamışam, onu da blenderdan keçirdirəm ki, tortun üzərinə səpməyə. Xanımlar, bu üzərinə səpdiyim isə kokosdur. Artıq gördüyünüz kimi balığı da Tamerlana yedirtmişəm. Mən torta hazırlayana kimi aş da buradan dəm aldı. Əslində aş dəm alandan sonra gördüm ki, yağını az əlavə etmişəm. Sonradan yağ da əlavə elədim, dadı mükəmməl oldu. Və xanımlar, mənim işim yekunlaşdı. Sizi üçün çəkmədim, çıxan bütün qabları yudum, yerbəyir elədim. Sonra özümə bir kofe düzəltdim, oturdum seriala baxa-baxa içdim. Təbii ki, indi göstərəcəyim qabları yuyub bitirdikdən sonra dırnaqlarımın lakları qopur. Bilirsizlər xanımlar, mən özüm evdə lak çəkirəm. Lak da adi bir lakdır, suya dəyən kimi qopur. Nə qədər bahalısından alıb istifadə eləsəm də, mənim əlim mütəmadiyyən suda olur deyənə lakda qopur. Bu səbəbdən də mən hər işimi görüb bitirəndən sonra əgər laklarım qopursa, mütləq gedirəm təzədən dırnağıma lak çəkirəm. Bu yorucudurmu? Bəli, yorucudur. Amma mən dırnaqlarımı hər zaman səliqədə saxlamışam. Heç vaxt qoymamışam ki, əllərim, dırnaqlarım səliqəsiz vəziyyətdə olsun. İstər vloqumda, istər normal həyatımda. Dırnaq baxımına önəm verən biriyəm. Elə bu səbəbdən də heç vaxt salonlara gedib dırnaq düzəltdirməmişəm. Çünki hər kəsin dırnağına dəyən kusaçkalar mənim də dırnağıma dəyəcək. Kimdə nə xəstəliyi və nə dərəcədə olduğunu biz bilmirik. Mən həmişə görmüşəm ki, dırnaq düzəltdirməyə gedənlərin dırnaq ətlərini zədələyiblər və bu zədə nəticəsində kiminsə xəstəliyi digərinə keçə bilər. Mən hər zaman bundan ehtiyat eləmişəm. Sırf bu səbəbdən heç vaxt gedib dırnaq düzəltdirməmişəm. Hətta öz toyumda belə. Evdə özüm adi lak çəkib öz toyuma getmişəm. Düzdür, dediyim xəstəliklər diş həkiminə getmək vasitəsilə də keçə bilər. Hər ehtimala özümüzü qorumalıyıq. Niyə görə kimdəsə hepatitlər varsa, onlar bizə də keçməlidir. Və ən pisi də ondadır ki, bu alətlər 100 dərəcədə sterilizasiya olunsa belə, o dediyim mikroblar ölmür. Buna görə də sağlamlığımızı mütləq düşünməliyik. Düşünürəm ki, dırnaq ustaları mənə nə qədər negativ rəy yazacaq. Amma ki, bu təkcə mənim fikrimdir. Təbii ki, dırnaq düzəltdirənlərə də hörmətlə yanaşıram və çox uzun olmamaq şərti ilə o dırnaqları da bəyənirəm. Bura kimi mənə baxdığınıza görə təşəkkür edirəm. Növbəti vloqda görüşərik.